çox sürətlə inkişaf edirik, həddindən artıq. Bilmək istəyirik ki, yəni sizin fikrinizdə, yəni əsasən gedir, hansı yaşdan başlayaraq uşaqlar proqramlaşdırma və texnologiya ilə tanış olur? Məktəb yaşındakı uşaqlara bildiyimiz kodu yazdırmaq onların düşüncə tərzinə də uyğun deyil. Çox sürətlə inkişaf edirik, həddindən artıq. Bu yaxınlarda eşitmişdim ki, 18 yaşındakı bir uşaq artıq milyonlu bir startap qurmuşdur. Yəni inkişaf etdiyi dövrdə əsasən gənclərdən söhbət gedir. Yəni gənclər geri qalmamaq üçün nə etməlidir? Salam, mən Elvin Zeynalov, Tech for Equity komandasının üzvüyüm. Biz rəsmi olaraq podkast sessiyalarımıza start verdik. Bu sessiya vasitəsilə biz peşəkarlardan və ekspertlərdən maraqlı bilik və təcrübələri sizinlə paylaşacağıq. Bizim əsas məqsədimiz texnologiyanı hər kəsə əlçatan eləmək. Yaxın günlərdə robot texnika, süni intellekt, proqramlaşdırma sahəsində müxtəlif ekspertlərlə maraqlı söhbətlərimiz baş tutacaq. Odursa, bizi izləmədə qalın. Bugünkü qonağımız Google Developers Pack'ın qurucusu Malik bəydir. Malik bəy, xoş gəlmisiniz. Xoş gəldiniz. Malik bəy, zəhmət olmasa özünüzü təqdim edin və Google Developers Pack'ını necə qurduğunuz barədə qısa məlumat verin. Əvvəla təşəkkür edirəm dəvət etdiyiniz üçün. Həqiqətən çox gözəl bir layihədir. Ümid edirəm ki, uzun illər davam edər və belə bir layihənin də qonaq olmaq çox gözəl bir şeydir. Özüm haqqında və qısa bir məlumat versəm, 2015-ci ildə Qafqaz Universitetini bitirmişəm. Daha sonra müxtəlif xarici şirkətlərdə çalışmışam. Hal-hazırda Ericsson şirkətində Cloud mühəndisi olaraq işləyirəm. Məni tanıyanlar daha çox bu professional həyatımda yox da çox Google Developers qrupun orada orqanizə və community-li olmağıma görə tanıyırlar. Biz 2019-cu ildə başlamışıq Google Developers qrupu qurmağa. Yəni belə deyim ki, əslində Google for Communities deyilən, Google for Developers deyilən bir community qruplar var dünyanın müxtəlif yerlərində. Dünyada mindən çox belə community var. Azərbaycanda 2013-cü ildə səhv eləmirəmsə qurulmuş və 2015-ci ildə dağılmışdı. Ondan sonra 2019-cu ildə bizim bir tanışımız vasitəsilə bildik ki, belə bir community var və ya qurmaq olar. O zamanlar bizim qrup yoldaşlarımızla başlamışdıq buna. Harası Google-dan belə intervyu olunur və siz əgər onların şərtlərinə cavab verirsinizsə və bu community işlə başlayır. Tamamilə könüllü olan işlərdir. Demək, təəssüflər ki, Azərbaycanda bir dənə biz fəaliyyət göstəririk, ya şəhərlər olaraq. Amma demək olar Türkiyədə və ya Mərkəzi Asiyada kifayət qədər belə çox community-lər var. Yəni artıq 5 ildən çoxdur ki, biz bu community-yik. Çoxlu insanlar gəlir, gedir. Bir də mən qalmışam demək olar ilk qurulan vaxtlardan. Hələ ki də davam edirik, getdikcə artırıq və çox insanlara çatmağa çalışırıq biz də. Çox sağ olun, dolğun və ətraflı cavabınız üçün təşəkkür edirəm. Olursa növbət suala keçək. Sizcə niyə texnologiya və IT sahəsi bu gün hər kəs üçün vacibdir? Yəni bunun əsas səbəbi nədir? Niyə bu IT sahəsi 21-ci əsrdə əsas aktual məsələdir dünya üzrə? Belə deyək də, hər bir dövrün öz müəyyən trendləri var da. Yəni ki, bu harası deyək ki, 19-cu əsrdə və sənaye inqilabı ilə başlayan şeylərin hər vaxtın müəyyən qədər qabiliyyətləri və keçid dövrləri olub. Artıq kompüter dövrünə gəlib çıxdıqca artıq bu, belə deyim ki, bir bacarıq yox, bir məcburiyyətə doğru keçid etməyə başlayır. Yəni ki, artıq texnologiyalarla işləməyə bacarmayan və məlumatı olmayan insanların, necə deyim, bu Darwinin bir evolution'un var idi deyir. Yəni ki, onlar həyatda qala bilməyəcəklər. Yəni ki, müəyyən bir vaxtdan sonra onlar həyatdan çıxmalıdırlar. İstər-istəməz texnologiya həyatımızın bir parçasıdır və dəyişdikcə biz də ayaq uydurmağa çalışırıq. Belə bir hadisə var idi, bir məqalədə oxumuşdum. Adətən AI ilə bağlı deyil, biraz texnologiyada uydurmağa çalışacağım onu. Deyir, radio dünyayı fəth eləyəndə televizor çıxanda deyirlər ki, radio olacaq. Əslində, daha doğrusu telegram olanda deyirlər ki, televizor çıxanda deyirlər ki, artıq şey olacaq, televizor hər şey ələ keçirəcək və ya mobil telefon çıxanda bir digər trendi öldürəcəyini deyirlər. Amma bu dəyişdikcə insanlar da ayaq uydurur ona və keçidir. İndiki dövrdə də ki, yəni ki, bu texnologiyadır. Çünki bizə gələ biləcək hər bir informasiya texnologiya vasitəsilə gəlir. Artıq biz çıplaq gözlərimizlə reklamlara baxmırıq o qədər. Yəni ki, billboardlara o qədər maraq göstərmirik. İstərsiniz bütün gələcək reklamlarda, bütün satış texnikalarda, marketing texnologiyalarda hamısı şey üzərindən gəlir. Yəni ki, texnologiya üzərindən gəlir daha doğrusu. Bunlar bütün strategiyalarda, belə deyək. Ona görə də ki, yəni ki, istər-istəməz texnologiya həyatımızın bir parçası və getdikcə də daha çox olacaq. Davam edir, bəli, düz. Çox sağ olun, bir daha təşəkkür edirəm ətraflı cavab üçün. Bir sual da var ki, yəni texnologiyanın bu qədər sürətli inkişafı, yəni inkişaf etdiyi dövrdə
Əsasən gənclərdən söhbət gedir. Yəni gənclər geri qalmamaq üçün nə etməlidir? Yəni əsasən nəyə fokuslanmalıdır ki, bu 21-ci əsrdə, yəni onlar 21-ci əsrdən ayaq tutuşdura bilsinlər, belə deyək. Əslində belə deyək, nələr etməlidir deyəndə təbii ki, araşdırmalılar, oxumalılar, belə qısa bir cavab. Amma bunu necə edə bilərlər tərəf getsək, biraz orada fərqli cavablar ala bilərik. Çünki hər gün yeni bir trend var. Yəni ki, çox şeylər görə bilirik. Bəs bunları necə izləyə bilərik və bunları nətər geri qalmamalı olar? Onlar özüm məsələn istifadə etdiyim bəzi metodlar var ki, məsləhət görə bilərəm. Məsələn, TLDR deyilən bir şey var. Too long to read deyilən, yəni onun qısaltmasıdır. Onun xüsusi newsletterlər olur. Sırf əgər texnologiya maraqlanırsınızsa, son trendlərdən xəbərləriniz varsa, istəyirsinizsə olsun, məsələn bu TLDR-ları məsələn girib subscribe eləyə bilərsiniz. Davamlı olaraq sizə hər çıxacaq yeni şeyə görə bir mail gəlir. Məsələn mən çünki bir çox artıq kiçik və böyük şirkət də var. Heç görmədiyim bir kiçik startup şirkətinin də bir dənə çıxartdığı texnologiya səs-küy yarada bilir. Yəni ki, ancaq texnologiyalar Google-dan və ya Amazon-dan və ya Nvidia-dan gəlmir. İndiyə qədər bir çox bazarda şirkət var. Yəni onları izləmək də həqiqətən çox çətindir. Məsələn, bu yaxınlarda mən bir dənə DeepSeek-i eşitdik hamımız ki, adı bir startup idi, Çindən meydana gəldi. Ona paraleldə məsələn daha da addımlar getdi. Məsələn, Anthropic'in Cloud-ı çox məşhur oldu. Perplexity çox məşhur oldu. Bunların hamısında istifadə eləyənlər fərqli meyarlara görə istifadə edir. Biri marketing üçün istifadə edir, biri sales üçün istifadə edir, biri sırf agent üçün istifadə edir. Ona görə onları biraz izləmək də, trenddə qalmaq da məncə belə kiçik belə subscriptionlar eləyib məlumatlar almaq, oxumaq, ən azından girib onları araşdırmaq daha rahat olar. Nəinki belə gəzməklə. Bəli, daim yəni inkişaf. Təşəkkürlər bir daha. Növbəti sual odur ki, yəni hansı informasiya texnologiyaları sahələri bu gün və gələcəkdə daha çox tələb olunacaq? Yəni müxtəlif sahələr özündə bildiyim kimi, süni intellekti, kiber təhlükəsizlik, proqramlaşdırma və s. və s. Belə deyək də, indi onsuz hype olaraq hər kəsin maraq göstərir şeydir, machine learning və ya süni intellekti, maşın öyrənməsi. Bu əlbəttə ki, hələ də bu trend olaraq qalacaq. Bunun altında machine learning gəlib çıxana kimi bir hissə də var. Məsələn, siz birdən-birə gəlib machine learning mühəndis ola bilmirsiniz. Yəni təbii ki, orada müəyyən etaplara keçməklə gəlib çıxırsınız və onların da ən aşağısı, məsələn, çox vaxt machine learning mühəndisləri data science-dən gəlirlər. Və bizim ətrafımızda olan datalar da getdikcə çoxlar. Və düşünürəm ki, hal-hazırda o data mühəndisliyi deyək və ya o həqiqətən çox vacibdir. Bizim ölkəmizdə təəssüf olur ki, çünki data miqdarı azdır. Amma məsələn, əlimizdə olan datla biz nəsə eləyə bilirik. Ona görə mən düşünürəm ki, o data mühəndisləri çox vacib olacaq hal-hazırda və gələcəkdə də. Sonra o datanı istifadə etmək məsələsi, yəni ki, o data nəsə biz avtomatlaşdıra bilərik. Onu necə öyrənə bilərik və ya öyrədə bilərik. Maşın öyrənməsi, süni intellektə doğru gedəcək. Bunlar həmişə bunların üzərində davam edir. Təbii ki, bunların təhlükəsizliyi var. Siz yeni bir texnologiya yaradanda onun bir təbii ki, boşluğu olacaq. Kiber təhlükəsizlik, yəni ki, çox trend olacaq. Yəni ki, mən düşünürəm ki, onun fərqli kiçik bölmələri də ayrılacaq. Süni intellektin ayrı, nə bilim, cloud üçün ayrı. Hal-hazırda da var, amma daha da belə etaplara keçəcək, yəni ki, o. Ondan sonra belə deyim, yəni ki, çox uzatmaq lazım deyil, onsuz görünən də budur. Amma mən düşündüyüm kimi və düşünürəm ki, bu datada machine learning, süni intellekti və onları qoyacaq kiber təhlükəsizlik və top rollardan olacaq hal-hazırda və gələcəkdə. Əsas iki sahələr, mən də razıyam sizlə. Çox sağ olun, bir daha təşəkkürlər. Malik bəy, sosial təşəbbüslər və layihələr haqqında düşüncələriniz nədir? Yəni IT sahəsindən bağlı, belə deyək, müxtəlif sosial təşəbbüslər və layihələr baş verir. İndiki dövrdə startaplar və s. Yəni ümumiyyətlə sosial təşəbbüslər və layihələr haqqında düşüncələriniz nələrdir? Ümumi fikirləriniz? Belə deyim də, əlbəttə ki, hər bir sağlam bir ekosistem yaratmaq istəyiriksə, mütləq dərəcədə bu sosial layihələr də öz yerində olmalıdır. Yəni sadəcə bunları biz böyük şirkətlərin verdiyi müəyyən məhsullarla üzərindən biz davam edə bilmirik. Və bu məhsullar hər bir insana çatmalıdır və texnologiyalar hər bir insana çatmalıdır ki, oradakı, o necə deyim, Bella ilk sualda demişdi ki, texnologiyanın vacibliyidir ki, artıq bu bir
öyrənsən yaxşı, onlardan çox öyrənməlisən və ya bilməlisən tipinədir. Ona görə də ki, bu bəzi təəssüflər olsun ki, tez dəyişirik. Yəni ikinci sualınızda da var idi o ki, həddindən artıq sürətli dəyişirik, nə tər izləyə bilərik? Bu sosial layihələrindəki xüsusilə texnologiya sahəsindəki vacibliyindən biri odur ki, bu dəyişiklikləri insanlara tez bir vaxtı çatdırsın, onlar bunu sürətli şəkildə öyrənsin və bu öyrəndiklərindən artıq inkişaf edə bilsinlər. Bu, keçən illərdə İnnovasiya Agentliyinin çox gözəl bir meetup'ı var idi. Orada böyük bir ekosistem xəritəsi vermişdilər. Ekosistem xəritəsində belə bir müxtəlif ekosistem oyunçuları deyək ki, onlara göstərmişdilər. Onların içərisində məsələn startaplar çox böyük yerlərdən yer tuturdu. Özəl şirkətlər, dövlətin qurumları, orada communitylər var idi, medialar var idi və bunların hər biri sağlam ekosistemi yaratmasıdır. Və bunların bir yanında məncə də bu sosial layihələr də xüsusi bir yer ayrılmalıdır. Çünki bunlarsız bu ekosistemi təsəvvür etmək mümkün deyil. Razıyam, bəli. Cəmiyyətə yəni fayda toxunmalıdır mütləq şəkildə. Bəli. Çox sağ olun, bir daha təşəkkür edirəm. Siz belə deyək, Tech for Equity kimi təşəbbüslər sizcə Azərbaycanın təhsil sisteminə necə töhfə verə bilər? Yəni dediyim kimi, yəni ki, əgər bir informasiyanı siz qarşı tərəfə çatdırmaq istəyirsinizsə, bu yaxşı bir şeydir, yəni istər-istəməz. Və bu nə qədər çox sürətli və bir çox adam da orada cəlb olunursa, bu prosesi daha da sürətləndirir. Məsələn, biz community işlərinə başlayanda, hardasa icma işlərinə başlayanda 2019-da hələ də biz bunun konseptini bilmirdik və bunun bizə necə kömək edəcəyini də bilmirdik. İnsanlar bundan nə tər faydalanacaqlar, tam olaraq niyə görüşürük, bu məlumatları verməklə biz nə qazanırıq və s. Tech for Equity kimi layihələr Azərbaycanda azdır. Yəni ki, insanların ilk əlləri bunu öz beyinlərində oturmalıdır. Yəni ki, məntiqin anlamalıdır, nə olsun tam olaraq. Yəni ki, bu təhsildən əlavə bəlkə də bir insanların daha sosiallaşmağa, bir-birinə kömək etməsi kimi şeylərə çox kömək edəcək, yəni. Təhsil sistemindən də ki, bizim əsasən, məsəl üçün, 3 mottomuz var. Belə deyək, bizim demək də Google Developers qrupunun ümumiyyətlə dünya üzrə 3 dənə mottosu var. Bunlardan biri learn-dir, nəsə öyrənmək təbii ki. İkincisi connect-dir, yəni insanlarla tanışmaq, üçüncüsü grow-dur. Yəni ki, bunların ikisini əldə edib inkişaf eləmək. Yəni ki, orada sırf burada ancaq öyrənmək yönümlü deyil məsələ. Tech for Equity-nin də, yəni ki, əsas məqsədlərindən biridir deyə düşünürəm ki, öyrənmək o insanları bir yerdə toplamaq, yəni ki, onlara yardımlaşmaq olar, informasiyanı necə sürətli şəkildə paylaşmaq olar, onu öyrətmək lazımdır, çatdırmaq lazımdır. Təbii ki, bu da artıq olandan sonra təhsil sisteminə böyük məsələdir. Təhsil sisteminə deməyək də insanların məlumatlanması və yeni informasiya əldə edilməsində çox böyük rol oynayacaq. Bəli, ilə tamamilə sizinlə razıyam. Yəni dediyimiz kimi eyni bir mühitdə müxtəlif insanları bilik və təcrübələrlə belə deyim də, yəni bilik və təcrübələri paylaşmaq. Çox sağ olun, bir daha təşəkkürlər. Malik bəy, regionlarda bildiyiniz kimi, yəni regionlarda, Azərbaycanın bəzi regionlarında informasiya texnologiyaları sahəsində mənim məktəblərdə bəzi belə deyim də texniki avadanlıqların çatışmazlığı var. Yəni regionlarda və imkanları məhdud olan məktəblərdə texnologiya təhsilini, yəni informatika sahəsini, informasiya texnologiyası sahəsini necə inkişaf etdirmək olar sizcə? Bunun ən birinci yolu o insanlara sürətli şəkildə çatmalıdır. Yəni ki, bu keçən ölkəmizdə bir layihə vardı, onların Azərbaycan layihəsi ki, Azərbaycan hər bir nöqtəsinə artıq bir internet verildi. Yəni demək olar ki, mən öz yaşadığım yerdən də deyim ki, illərdir bizim heç bir internetimiz yoxdur, axı keçən illərdə artıq bizim evimizə kimi internet gəlib. Yəni insanlar bir cür artıq o hər kəsin qoşulduğu o trendlərə qoşula bilirlər. Yəni ki, o texnologiya içinə düşən o wide webin içindədirlər. İndi ikinci bir məsələ artıq bunu düzgün şəkildə istifadə etmək necə olar? Onu çatdırmaq lazımdır. Belə deyək ki, insanlar artıq ilk olaraq heç olmasa da evlərində bir kompüteri yoxdursa, bir mobil telefonu olacaq. Bu mobil telefonun üzərindən ən azından müəyyən o texnoloji əsas bilikləri çatdırmaq olar deyə düşünürəm. Təbii ki, kompüter üzərinə eləmək daha yaxşı olar. Amma
ilk öncə hələ ki düşünürəm bir platform üzərindən çatdırmaq bu informasiyanı, vermək, o texnoloji bilikləri çatdırmaq daha uyğun olar hal-hazırda. Yəni ki, əgər biz keçən il o Azərbaycan layihəsi olmasaydı, deyərdim ki, bir gedək, hər bir regiona, o insanlara kömək eləyək, bu insanlar çataq, bu məktəbdə danışaq. Amma biraz deyək ki, işimiz yüngülləşdi və ya sizin işiniz yüngülləşdi. Yəni artıq hər yerə internet vasitəsilə access var demək olar. Bəli. O cəhətdən yəni yaxşıdır. Çox sağ olun bir daha. Maniş bəy, sonuncu sualımızdır. Bilmək istəyirik ki, yəni sizin fikrinizdə, yəni əsasən uşaqlardan söhbət gedir. Hansı yaşdan başlayaraq uşaqlar proqramlaşdırma və texnologiya ilə tanış olmalıdır? Yəni hansı yaşdan başlasalar daha düzgün və daha dəqiq olar belə deyək. Belə texnologiya onsuz bizim ayrılmaz bir parçamızdır. Onsuz balaca uşaqlar da deyək ki, 2-3 yaşında həmişə əllərində bir telefon, bir planşet istifadə qabiliyyəti olur.